Qurani-Kərim Allahın kəlamıdır və Allahın kəlamı deyildikdə nə nəzərdə tutulur? Bu nə deməkdir? Allahın kəlamı dedikdə, yəni elə sözün özündən də başa düşüldüyü kimi, bu Allahın sözbəsöz özü tərəfindən deyildiyi bir kəlamdır, sözdür. Yəni buna ərəbcə kəlamullah deyilir, Allahın kəlamı. Verilişin başında da biz qeyd etdik ki, Qurani-Kərimin sifətlərindən də biri o kəlamullahdır, Allahın kəlamıdır. Bu barədə elə Allah-u Teala Qurani-Kərimdə buyurur ki, "Və kəllamallah Musa təklimə." Allah Musa ilə kəlamla danışdı. Yəni burada ərəbcə buna təkid deyilir. Yəni Allah-u Teala burada demir ki, Allah Musa ilə danışdı. Xeyr, deyir ki, "Və kəllamallah Musa təklimən." Sözbəsöz kəlamla danışdı. Və bu da onu göstərir ki, Allahın bütün peyğəmbərlərə vəhy etdiyi kitablar hamısı sözbəsöz, ayə və ayə Allahın kəlamıdır. Yəni Allahın kəlamı deyildikdə nəzərdə tutulan odur ki, bu məxluq deyil. Yəni yaradılmayıb. Məxluq o şey deyilir ki, o Allah-u Teala tərəfindən xəlq olunub. Allahın xaricində olan bütün şeylərin hamısı məxluqdur. Hamısı yaradılıbdır. İstənilən şey. Lakin Qurana gəldikdə isə deyirik ki, Quran məxluq deyil, Quran eyni zamanda xaliq də deyil. Quran Allahın kəlamıdır. Necə ki, elm əhli də deyir ki, Quran deyildikdə nəzərdə tutulan odur ki, Allahın kəlamıdır. Kəlamullah.